Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi publik hüquqi şəxsindən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən Qasab dönərdə 17 nəfərin kütləvi qida zəhərlənməsinə məruz qalması ilə bağlı məlumat daxil olub. Bununla bağlı təxirəsalınmaz tədbirlər görülüb, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Məhsulların saxlanması, istifadə qaydalarının pozulması bu kimi riskli xidmət sahələrində zəhərlənmələrin, qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər. Burada həm araşdırma dediyim kimi davam etdirilir, qida zəncirinin müvafiq mərhələlərində aparılır araşdırma. İstər çiğ dönər saxlanması və yaxud da emalı müəssisəsində dönər üçün nəzərdə tutulan, həm də termiki emala məruz qalmış dönərdən də nümunələr seçilir və orada istifadə olunan dönər üçün nəzərdə tutulan soslar, ketçaplar, mayonezlərdən də nümunələr seçilib. Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunmuşdur. Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə müraciət edən 17 şəxsdən 9-u az yaşlı olub. 9 iyun 2025-ci il tarixində Naxçıvan şəhər Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsindən 17 nəfər şəxs qida zəhərlənməsi diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən xəstələrin vəziyyəti orta ağır və 2 nəfər xəstənin vəziyyəti ağır vəziyyətdə olmuşdur və daxil olan xəstələrin 9 nəfərdə 9 nəfər az yaşlı uşaq olmuşdur. Aparılan simptomatik yardımlar sonrası və dinamik müşahidə sonrası xəstələr tam klinik sağalmaya evə buraxılmışlar. Faktla bağlı araşdırma aparılır, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.